18 iyun 2025-ci il bir təcili və vacib xəbəri diqqətinizə çatdırıram. Xəbərə keçməzdən öncə burada üstəgəl işarəsini vurmaqla kanalımızı takip etmiş olursunuz. Xəbər verdiyimiz kimi, dəyərli izləyicilər, İran ilk dəfə İsrail torpaqlarına Sagir ballistik raketi atıb. Məlumata görə İran istehsalı olan bu silahın qiyməti 10 milyon dollardır. O, maye yanacaqla işləyən Şahab ballistik raketlərinin əvəz edicisi kimi tanınır. Kompozit bərk yanacaqla çalışan Sagir, Şahab 3 orta mənzilli ballistik raketindən fərqli olaraq dəyişən bucaq altında buraxıla bilər. Hündürlüyü 25 metr olan bu raketin adı farscadan yetişən çiçək mənasını verir ki, bu da raketin səmada buraxdığı izlərlə bağlıdır. İranın hərbi ekspertlərinin fikrincə, bu raket İsrailin hücum etməyə çalışdığı nüvə məntəqəsi ilə Təl-Əviv arasındakı məsafəni 7 dəqiqə ərzində qət edə bilir. 2000 kilometr uçuş məsafəsinə malikdir. O məsafə qət etməsindəki sürətinə görə İran və dünyanın ən sürətli raketlərindən biri sayılır. Sepah bildirir ki, yer-yer tipli bu raket 2 mərhələli struktura malikdir. Onun ilk sınaq prosesi 2008-ci ildə həyata keçirilib.